İndi bugünkü biz kurs görüşümüzdə inşallah zəncəfil haqqında ümumi məlumat verəcəyik. Zəncəfil bitkisi nədir, necə istifadə olunur? Deməli, zəncəfil Azərbaycanda bitməyən bir dərman bitkilərindən biridir. Əsasən kökləri istifadə olunur. Və çox maraqlı bitkilərdən biri odur ki, Quranda adı çəkilən nadir, belə deyərdim ki, bu dərman bitkilərindən, ədviyyatlardan biridir. Bəlkə mən biləm, ədviyyat olaraq yeganə də zəncəfildir. Ədviyyat olaraq yeganə zəncəfil. Hətta Quranın bəzi yerlərində səlsəbil bulaqları keçirir. Bax, o da qaynaq olaraq, yəni zəncəfilə istinad olunur və onun da ətri zəncəfilin ətri ilə müqayisə olunur ki, elə zəncəfil ətridir. Həqiqətən də təzə zəncəfili, mən təzə zəncəfili sürtgəçdən keçirdəndə onun o qədər gözəl ətri var ki, çox gözəl ətri var. Yəni, onun ətri qədər heç bir, bəlkə də gülün, çiçəyin, tərəvəzin, ədviyyatın, mənim üçün deyirəm, həqiqətən də boşa gəlin yoxdur onun qədər. Çox gözəl ətri var. Zəncəfili biz dərman bitkilərindən nədə istifadə edirik? Zəncəfil daha çox qızışdırıcı olaraq istifadə olunur. Qızışdırıcı, qan dövranını yaxşılaşdırıcı. Mənim bir dostum var, deməli, Sibirdə yaşayır. Deyir ki, Sibirdə ədviyyat satılan yerlərdən zəncəfil istədim. Dedi, zəncəfil tanıma. Qaşa saldım, belədir, gətirdirdim. Çünki Sibir əhalisi isinmək üçün həmişə alkoqol qəbul edir. Dedi ki, sən niyə edirsən bunu? Dedim ki, bəs mən müsəlmanım da, mən namaz qılıram, mən alkoqol istifadə eləmirəm, amma zəncəfil adamı qızışdırır. Sən onu gətir, biz burada müsəlmanlar arasında da təbliğat aparacaq ki, üşüyəndə zəncəfil çay içir. Nəsə gətirdirilir. Və deyir, o qısa bir vaxtdan sonra, deyir, o məni hər dəfə görəndə deyir, mən nə qədər zəncəfil hər yeridir ki, mən artıq sənə görüm nə qədər zəncəfil satıram, yəni buranın ailesi zəncəfili o qədər çox sevdi. Həqiqətən də, bax, bu gün soyuqlar düşüb, soyuq vaxtlarda zəncəfilin əvəzi yoxdur. Amma çox təəssüf ki, bizim insanlarımız, yəni Azərbaycan əhalisi zəncəfili çox az istifadə edir. Məsələn, biz gedirik Məkkədə, Mədinədə, orada müxtəlif xalqların, millətlərin menyuları var. Məsələn, Pakistanlıların, başqa xalqların hamısının məsələn aşlarında, yeməklərində zəncəfil var içərisində. Mənə çox ləzzət edir. Amma bizdə o adət yoxdur. İnşallah ki, bu da bizim bəlkə də bizim bu danışığımızdan sonra olar. Yəni zəncəfili aşdır filan və bir sıra yeməklərin içərisində qatmaq olar və bunu da bizim insanlarımıza sevdirmək lazımdır. Zəncəfil ümumi qan dövranını yaxşılaşdırır və çox da yaxşılaşdırır. Kapilyar qan dövranını çox yaxşılaşdırır və ona görə də qızışdırıcı bir təsir göstərir. Ümumiyyətlə, kapilyar qan dövranını yaxşılaşdıran bütün dərman bitkiləri, deməli, eyni zamanda başqa içkilər, məsələn, alma sirkəsi, adi kidiskənin özü, sarımsaqdır, soğandır, sonra udhindi bitkisi çox gözəl qan dövranını yaxşılaşdırır. Sonra sarı köşdür. Bunların hamısı ümumi mikrosirkulyasiyanı yaxşılaşdırır və mikrosirkulyasiyanı yaxşılaşdırdığından dolayı da orqanizmə qızışdırıcı bir təsir göstərir. Və zəncəfilin tərkibində çox güclü gingivin adında antioksidant var və bu antioksidantlardan dolayı da biz bunun müxtəlif şiş xəstəliklərində, sistem xəstəliklərində geniş istifadə edirik. Və eyni zamanda zəncəfilin özü tək çox acılı olduğu üçün biz bunu müxtəlif bitkilərlə kombinasiya eləyəndən sonra yazırıq. Bax, məsələn, revmatoid poliartrit xəstələrində və yaxud da revmatizmanın müxtəlif növlərində biz zəncəfili sarıköklə kombinasiya edirik. Deməli, 100 qram zəncəfil götürürük, 400 qram sarıkök götürürük, bunları bir-birinə qarışdırırıq və bu xəstələrimizə təyin edirik. Bu qarışım çox gözəl qarışımdır. Ümumi oynaq ağrılarından, padagradan, müxtəlif oynaq ətrafında əmələ gəlmiş şişlərdən əziyyət çəkən insanlar üçün, alda bilirsən, bunu belə bir çək də, şişlərdən əziyyət çəkən insanlar üçün bu qarışım çox faydalıdır. Tozundan da istifadə edə bilərsiniz. Amma tozunun ətri təzə zəncəfilin özü qədər deyil. Təzə zəncəfil özü çox yaxşıdır. Yəni, olmasa tozundan da istifadə edə bilərsiniz və yaxud da ki, müxtəlif məcunlar düzəldib bunu uşaqlara immun sistemi gücləndirmək məqsədi ilə verə bilərsiniz. Biz ümumiyyətlə normalda 1 kilo bala 20 qramdan artıq zəncəfil qatmırıq. Çünki adı olub. Ona görə də elə 20 qram zəncəfil yetərincə təsir göstərir. 1 kiloqram baladır. 20 qram zəncəfil
Deməli 100 qram ot gündə, 100 qram da razirə və 50 qram da çiçək tozu qarışdırıb bütün özünüz, ailə üzvlərinizin hamısı bundan immun sistemi gücləndirmək məqsədi ilə gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı verə bilərsiniz. Eyni zamanda zəncəfil sarıkök qarışımı beyin qidalanmasını da yaxşılaşdırır. Beyin mənşəli xəstəliklərdən əziyyət çəkən insanlar varsa, məsələn Alzheimer var, sonra Parkinson xəstəliyi var, eyni zamanda MS xəstəliyi ilə əziyyət çəkən insanlar da varsa, bunların hamısında beynin qidalanmasını yaxşılaşdırır. Zəkanı dərinləşdirir, yaddaşı gücləndirir, eyni zamanda universitetə hazırlaşan tələbələr üçün yaxşıdır, gec qalmayan uşaqlar üçün yaxşıdır. Beyin xəstəliklərindən əziyyət çəkən nə varsa, bunların niyə? Çünki beynin qan axımını yaxşılaşdırır, qanı durulaşdırır, beynin qidalanmasını da yaxşılaşdırır. Eyni deməli iltihab əleyhinə təsiri var, mikrosirkulyasiyanı yaxşılaşdırır, arıqlamaq üçün gözəl təsirləri var, güclü antioksidantdır və güclü xolesterin və xolesterin sərətlərinin qalxmasında istifadə olunur və ürəyi də gücləndirir. Eyni zamanda soyuq vaxtlarda da istifadə olunanda üşümənin müxtəlif məşəli üşümələri aradan qaldırır. Bax, indi soğuqlar başlayır, Reyno xəstələri var. Yəqin ki, Reyno xəstəliyi bilirsiniz. Qəllərin göyərməsi belə. Hətta Reyno xəstəliyinin elə bir vəziyyəti çatır ki, barmaqları kəsilmə məcburiyyətində qalır. Bunlar üçün sarıkök, zəncəfil qarışımı mükəmməldir. Bu insanlar yaz, payız, qışın əvvəlindən da qış çıxana qədər bütün qida vasitələrində bundan istifadə edə bilər.